Neftçinin 16 yaşadək futbolçulardan ibarət komandası AFFA-nın müvafiq yaş liqasında play-off oyunlarına hazırlaşır. Təmsilçimizin 4-1 final mərhələsindəki rəqibi Səbaildir. 2 gün sonra meydana çıxacaq komandamızın heyətində 2 itki var. Sahib Xəlilov və Amin Abbasov zədəli olduqları üçün ilk görüşü buraxacaqlar. Ötən mövsüm U15 liqasında 3-cü yer uğrunda mübarizə aparıb bürünc medala yiyələnən kollektivimizin istəyi bu mövsüm kuboku qazanmaqdır. Ağqaralar dənizçilərlə görüşə yüksək motivasiya ilə hazırlaşır. Baş məşqçimiz Eldəniz Məmmədov düşüncələrini Neftçi TV-yə danışıb. Dünəndən yığışmışıq, hazırlaşırıq. Əhval-ruhiyyə də uşaqlarda yaxşıdır. 2 dənə zədəlimiz var. Sahib Xəlilli milli komandadan zədəli dönüb. Bir də Amin Abbasov fərdi məşq eləyirlər. Qalan hər şey qaydasındadır. 2 dəfə qalib gəlmişik Səbailə, amma bu uşaqlarda mən elə motivasiya vermirəm ki, boşluq yaransın, tam ciddi hazırlaşırlar. Deyirəm ki, bu play-off oyunları həmişə belə deyək, tam konsentrasiyalı olmalıdır. Onlar da hazırlaşır, həm Neftçiyə qarşı, həm də istəyirlər etapı keçib yarım finala çıxsınlar. Hazırlaşırıq, məncə daha çox şanslı bizik. Səbaili keçsək, orada Zira komandası da var. Bizim üçün belə deyək də, elə də rahat rəqib deyil. Evdə bərabərə qalmışdıq. İkinci oyunda qalib gəldik yollara. Düz rəqibin eşitdiyimə görə 2-3 dənə oyuncusu yuxarı yaş qrupundaydı. Maraqlı oyunlar olacaq, hazırlaşırıq. Biraz bu 2 həftədə 4 dənə oyun məni belə deyək düşündürür daha çox ki, uşaqlara görək zədədən qorumaq üçün rotasiyalar eləməliyik kifayət qədər ki, bunlar 4 dənə 2 həftəyə indiyə kimi heç vaxt oyun oynamayıblar. Futbolçularımız Xəzər Nağızadə və Ramin Abiyev də fikirlərini bizimlə bölüşüblər. Oyuna tam ciddi hazırlaşırıq, oyundan qələbə gözləyirik. İsmail müəllim və Eldəniz müəllim çox yaxşı məşqlər keçir bizə. Tam ciddi şəkildə hazırlaşırıq. İnşallah qələbə qazanacağıq. Uşaqlar yaxşı vəziyyətdədir, hər kəs oyuna ciddi hazırlaşır. Yəni belə deyim, komanda motivasiya var, yəni hamı hazırlıqdır. Səbail haqqında onu deyə bilərəm ki, yəni yaxşı rəqibdir, əzmkar komandadır, amma yəni biz də zəif deyilik. Biz də inanırıq ki, qələbə qazanacağıq. Bizdə də keyfiyyətli oyuncular var. Bu il bir məqsədimiz var, o da ancaq çempionluqdur. Yəni inşallah ki, ona da layiq olacaq. Səbaillə ilk qarşılaşma mayın 3-də, cavab oyunu isə 7-sində təşkil ediləcək. 2 maçın nəticəsinə görə mərhələ adlayan tərəf yarım finalda Zirə Ugim Şərurcütünün qalibi ilə qüvvəsini sınayacaq. Qeyd edək ki, mayın 3-ü saat 14-də Asko Arenada baş tutacaq Səbail Neftçi qarşılaşması Neftçi TV ilə canlı yayımlanacaq.